Tiaqa söhbətlər eləmək, xüsusilə də sağalma prosesində səni gözlədiyindən artıq ziyanlar vura bilər. Bunun nəticələri çox ağır ola bilər. Tiaqa söhbətlər ümumiyyətlə nədir? Keçmişdə istifadə etdiyin hekayələri oturub danışmaqdır. Yəni bu sənə psixoloji, emosional və sosial təsirindən danışacağam. Psixoloji təsiri trigger yaradır. Köhnə vərdişləri yaradan söhbətdə yenidən istifadə istəyi yarada bilər. Fokus pozulur, sağalma istəyi arxa plana keçir, eyforik yaddaş mexanizmi işə düşür. Bizim istifadədə olan dırnaqarası xoş hadisələr bizim həmin söhbətdə yadımıza düşür. Bu da bizdə qarşısı alınmaz istəklər yaradır, yəni tiaqa yaradır. O da bizim sağalmamız üçün çox təhlükəlidir. Sosial təsiri sağlam insanlardan uzaqlaşırsan, sağalmağa mane olan insanlar ön plana çıxır. Emosional təsiri isə stres yüksəlir, bu isə asılılığı yenidən aktivləşdirə bilər. Nə etmək lazımdır? Reabilitasiya mərkəzinin qoyduğu tövsiyələrə əməl etmək lazımdır. Tiaqa söhbətlərdən uzaq durmaq lazımdır. Trigger yaradan mövzulardan uzaqlaşmaq lazımdır. Sağlam insanlarla ünsiyyət qurmaq lazımdır. Minnətdaram.